Sonra nə qeyd eləmişəm burada? İran məsələsi hələ var. Bunlar da gediblər cürbəcə Dünya Kubokuna şərtləri qoyublar. Həm ABŞ-da olsa gəlməyəcək, zırt pırt Dünya Kubokuna. Ay, belə götlü başlı komandaları var. Belə yaxşı da onsuz Asiya çempionatından girirsiniz Dünya Kubokuna. Yəni Asiya qualifierlarından da Asiyanın eleme turlarından girirsiniz. Yəni götürəcə başımıza yaxmayın da. Buradan buraya İtaliya girən bir güclü komandasından nə var Avropada deyirsiniz. Asiya götlü komandaları udub girirsiniz. İraq belə girib bəyən Dünya Kubokuna. Yəni özünə elə yaparlar ki, bir İspaniya zatdılar. Gedin siktirin də. Bir dənə Mehdi Taremi adlı bir oyuncular var. O da ki bir ara Inter'də oynadı, yaxşı oynayamadı, heç dəqiqə alanmırdı. Porto'da yaxşı oynayırdı o. Nə götlərinə güvənirlər bilmirəm də İran. Ən ki İran sikdirəcək, World Cup oynamayacaq. İran güzəştə gedəcək. Əgər müqabilə bağlansa İran arasında. Ya da ki İran oynamayacaq. Çox da sikimək oynamasınlar. Ya gözümüz pozulmasın belə.